Səhər çağını izləyirsiniz və növbəti qonaqlarımızla çox maraqlı bir mövzunu müzakirə edəcəyik. İçəri şəhərdə küçələrdən hekayələr layihəsinin açılışı olub. Layihənin müəllifləri, iştirakçıları bugün bizim qonaqlarımıza diqqətinizə çatdırım ki, İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin dəstəyi və Arts Council Azərbaycan təşkilatçılığı ilə keçirilib sözü gedən layihə. Adından da göründüyü kimi sosial bir layihədir və əsas məqsədi isə ondan ibarətdir ki, cəmiyyətimizdə mərhəmət, sevgi, şəfqət hisslərini və sosial məsuliyyət hissini gücləndirməkdir. Eyni zamanda onu da söyləyək ki, layihə xeyriyyə məqsədi daşıyır, əziz tamaşaçılarımız. Mən təklif edirəm ki, elə layihə haqqında, sözü gedən layihə haqqında iştirakçılar, təsisçilər özləri danışsa daha məqsəd uyğun olar. Belə ki, Art Council Azərbaycan təşkilatının rəhbəri Dadaş Məmmədov, Sürəyyə Məmmədli küçələrdən hekayələr layihəsinin müəllifi kimi bugün Sürəyyə xanım bugün iştirak edir. Bloger Nüşabə Qəndi, sizi də salamlayıram Nüşabə xanım. Eyni zamanda Ülviyə Xeyrullazadə rəssam olaraq bu layihədə bir neçə portretin müəllifidir. Əvvəla sizi təbrik edirik Dadaş müəllim. Çox sağ olun. Yenə bu dəfə çox maraqlı bir işə imza atmışsınız. Amma bu dəfə qaynaq hardan gəldi, ondan başlayaq. Əsas ideyanın müəllifi Sürəyyə xanımdır. Niyə? Deməli, bu sadə bir, adi bir məktəb tapşırığı idi. Ev tapşırığı. Ev tapşırığı, yəni məktəbdə ona ev tapşırığı verirlər və onun əsasında bu böyük bir layihəyə çevrildi. Bura həm yaradıcı insanlar, onların sırasında rəssamlar, fotoğraflar, məşhur bizim blogerlarımız, ev heyvanları ilə bəli maraqlananlar, moda nümayişi oldu. Yəni çox belə zəngin bir, maraqlı bir proqram oldu. Çünki biz hər tərəfli onu getdikcə böyüyürdü, görürdük ki, maraq artır. Yəni biz bir addım atdıqca görürük ki, başqaları da maraq göstərir və bu layihə çox böyük bir səs aldı. Rəssamlarımız tərəfindən ilk öncə workshop təşkil elədik. Yəni, bu workshopda sırf gördüyünüz bu əsərlər, burada nümayiş olunan əsərlər məhz küçə heyvanlarına həsr olunur və yəni əsas ideya da ondan ibarətdir ki, küçə heyvanlarına diqqəti cəlb edəmək, mərhəmət və bu kimi hissləri oyatmaq üçün yenidən, yəni belə deyək, geniş şəkildə bunu auditoriyamıza yaymaq üçün biz düşündük ki, bu rakursdan gedir. Yəni, məhz incəsənət vasitəsilə buna maraq göstərir, maraq cəlb edir. Nəzərə alsaq ki, yay-qış aylarında onların həyatı biraz zorlaşır, çətinləşir. Ona görə diqqət yönəltməyiniz çox doğrudur. Mən istəyərdim elə bu layihənin müəllifi Sürəyyə ilə biz söhbətimizə davam edək. Gənc bir xanımın həyata baxışı, əslində bir mesaj göndərməyi çox önəmlidir. Həm yaşıtlarına, həm kiçik yaşlılara, həm də elə böyüklərə də bir mesajdır. Sürəyyə, istəyərdim sən daha ətraflı danışasan bizə. Bu ideyanın yaranması, ümumiyyətlə, məktəbdə layihə nə idi? Necə oldu ki, həmin o layihədən bax, belə bir maraqlı fikir yarandı? Mən oxuduğum IBDP proqramda KAS layihəsi kimi başlayırdı. Və mən fikirləşdim ki, bu vacib bir problemdir və incəsənət yolla bunu həll etmək olar. Mənə anam, atam, sinif yoldaşlarım, dostlarım mənə bu layihədə kömək etdilər. Bu böyük bir ailəvi bir layihədir, açıqda deyirsən. Çünki burada həm həyat yoldaşım iştirak edir. Bildiyiniz kimi Soma xanım bizim təşkilatın layihələr üzrə rəhbəridir. Bəli, qeyd edək ki, əziz dostlar, Sürəyyə xanım Dadaş müəllimin həm də qızıdır. Yəni, yaradıcı insan, yaradıcı bir ailədən ancaq belə maraqlı, kreativ bir ideya ərsəyə gələ bilərdi. Maraqlıdır, müəllim də tapşırıq verdi. Bax, o tapşırıqdan yarandı da bu böyük bir layihə. Nə dedi müəllim dərslərin birində? KAS layihəsi o məktəb qutaran bir layihədir. Onu biz kreativ bir şey lazım idi, bir servis etmək lazım idi. O yəni ki, kiməsə kömək etmək olar idi. Nə gözəl. Qeyri-adili ilə seçilməli idi. Siz də küçə heyvanlarını nəzərdə tutdunuz. Bəli. Çox gözəl. Küçə heyvanları çox sevir və ona görə də düşündü ki, qayğı göstərmək məqsədi ilə bəlkə bu mövzunu toxunur və etdikcə bu mövzu genişlənməyə başladı.
bizim çox gözəl, ilk öncə məktəbdə bir workshop təşkil edildi. Yəni uşaqların da sərgisi var idi orada. Digər məktəblərdən də olan uşaqların sərgisi idi. Amma öncədən workshop təşkil olundu. Yəni 132-134 nömrəli məktəbdə həmin Süreyya və onun belə tələbə dostları ilə birgə bir neçə dənə rəsm əsəri yaratdılar. Yəni workshop tipli keçdi o. Sonra isə bu keçdi bizlərə, biz rəssamlara və kadrlarda gedir, çox maraqlı kadrlar, bəli. Hansı ki, tədbir çərçivəsində satıldısa, həmin o əldə etdiyimiz vəsait, təbii ki, indi davam edir bu proses, çünki hələ də alırlar, hələ də davam edir bu şey. Nəticədə həmin bu əldə etdiyimiz vəsait xeyriyyə məqsədi ilə. Xeyriyyə məqsədi ilə istifadə olunacaq, yəni küçə heyvanların qorunması üçün hər hansısa bir addımlar. Bu ilə bağlı bizim xüsusi bir belə deyək planımız var. Yəni əldə etdiyimiz məbləğə əsasən biz çalışacağıq, köməkli göstəririk. Ülviyə xanım, sözü gedən layihədə iştirak etmək üçün sizə təklif gələndə Dadaş müəllim tərəfindən necə qəbul elədiniz bunu? Mən çox böyük sevinclə onu qəbul eləmişəm. Sözün açığı, bu belə bir formatda layihə çox maraqlı keçmişdi mənim üçün şəxsən. Çox gözəl emosiyalar bağışlamışdı. Xüsusən də heyvanlarla defili. Yəni ki, görmüşdüm necə insanlar bunu qəbul eləmişdilər, maraqla əsərlərimizə baxırdılar. Bir neçə ay bundan qabaq biz rəssamlar bir deməli ərəfəyə toplaşmışdıq və hər rəssam öz emosiyalarını işlərdə göstərmişdi. Kimsə pişiyi çəkmişdi, kimsə iti çəkmişdi. Sizin əsəriniz buradadır hələ? Mənim əsərim buradadır. Hansı əsər? Yuxarıdakı əsər. Yuxarıdakı əsər. Mən bunu xoşbəxtlik adlandırmaq istəyirəm. Həqiqətən bir küçə itidir, amma bu obraz. Amma o obrazda xoşbəxtlik hiss olunur. Necə itlər və pişiklər insanı qarşılayanda, yəni ümidvaram ki, o emosiyaları mən orada keçirilmiş oldum. Bəli, hiss olunur rənglərdən, itin üzündəki ifadədən, gülüşdən, təbəssümdən, bəli. Sanki elə xoşbəxtliyə doğru qaçır. Göstərə bildim. Yəni bu əsərdə dinamikanı göstərə bildim, ümidvaram. Bəli, hərəkətlilik var. Həm də sevinc var, doğru söyləmişsiniz. Belə, əziz tamaşaçılarımız, Nüşabə Qəndil, Nüşabə xanım bloger kimi burada iştirak edib. Çox maraqlıdır, sizin izləyiciləriniz. Bax, orada iştirak elədiniz, çəkilişlər apardınız, bu materialı hazırladınız, öz şəxsi kanalınızda yayımladınız, bu öz yerində. Sizin izləyicilər necə qarşıladılar bunu? Çox yaxşı qarşılayırlar. Ümumiyyətlə, mənim izləyicilərim bilir ki, mən heyvanlara qarşı çox həssasam. Əsasən də küçə heyvanlarına qarşı. Ona görə də bloqumda əslində heyvanlara qarşı açılmamışdı, sırf özüm idim, amma artıq neçə ildir ki, mən də heyvanlara qarşı... Bu səmtə yönətmişsiniz. Bəli, bəli. Yəni, mən onu nə qədər deməyə desələr ki, həddindən artıq çox paylaşırsan, küçə heyvanları, yardımlar, hətta biraz arada agresiv də oluram yardım etməyəndə, amma yəni, bu məndən asılı deyil, artıq mən tam yönəlmişəm. Çox doğru deyirsiniz. Belə heyvanla insanlar arasında, ələxsus onu sahiblənirsən, saxlayırsan, qəribə bir bağ yaranır. Bəzən heç ailə üzvlərinin arasında o bağ ola bilmir. Onu ancaq saxlayanlar bilir və yaxud onu ancaq bu sahə üzərində iş aparanlar bilir. Mən sizi çox gözəl anlayıram. Hansı hadisələrlə yadda qaldı, bax, sizin çəkilişlərdə, defilə, heyvanların da defiləyə çıxması? Xüsusilə defilədən bəli danışmağınızı istəyərdim. Mən heç vaxt defilədə olmamışam. Birinci dəfə idi, özdə biraz kaprizli pişiydi. Çox qorxurdum ki, birdən qaçar. Bengal pişiyi. Bengalda, hə, böyükdür, yəni çox ağırdı mənim üçün. Biraz da qorxuludur, yaqlara da bənzəyir. Əslində aqresivdir, amma mənimki çox mülayimdir də. Yəni, yeganə yəqin Bengaldır ki, hansı ki, ümumiyyətcə aqresiv deyil. Yəqin bu sizin özəl xüsusiyyətlərinizdən irəli gəlir. Sizdən alır o enerjini. Ola bilər, yəqin, çox mülayimdir. Sadəcə olaraq çox hərəkətlidir, yəni qaça bilər. Hətta istəyirdim, bura gətirəm onu, heyif ki, alınmadı. Qeyd etmək istərdim ki, biz layihəyə başlayanda layihənin bir hissəsi olaraq bir fotosesiya keçirdik. Yəni, bizim məşhur blogerlarımız öz ev heyvanları ilə birgə biz istədik göstərək ki, nə qədər heyvan insana xoşbəxtlik gətirə bilər, sevinc gətirə bilər və həmin bu sevinci və həmin bu
abu-havanı bu fotolarda göstərməyə çalışdıq. Bəli. Bizim məşhur fotoqrafımız Rüstəm Fərmanın çəkdiyi fotolar. Bizim Həm də bizim əməkdaşımızdır yeri Həm sizin də gəlmişkən. fotoqrafınızdır. Bəli. Bəli. Böyük Özü bir də yaradıcı bir insandır. Bəli, çox yaradıcı Evladı insandır. da, özü də. Bəli. Çox gözəl bir foto sərgi oldu və həmin bu foto sərginin qarşısında bir defile təşkil olundu. Əsas defile də ki, belə deyək, tədbirin ən maraqlı hissəsinə çevrildi. Çünki həm bizim bütün iştirakçılar orada iştirak etdilər və kənardan gələnlər qatıldılar və bu belə bir abu-hava yarandı ki, hamı bir-biri ilə qaynayırdı və çox sevinç dolu bir tədbir təşkil olundu. İnandırım sizə o dediyiniz məqamlar bu fotolarda, rejissorlarımız bayaqdan ekrana gətirirlər, video kadrlarda öz əksini tapır. Yeri gəlmişkən qeyd edək ki, həqiqətən də küçə heyvanlarını sevindirmək üçün, onları xoşbəxt etmək üçün çox bir şeyə ehtiyac yoxdur. Yəni, sadə bir qulluq, onlara hansısa bir suyun təqdim olması, yeməklə təmin olunması onları xoşbəxt eləyə bilər və cəmiyyətə də gözəl bir mesaj ötürürük. Baxmayaraq ki, bizim cəmiyyətimizdə həqiqətən də küçə heyvanlarına qarşı xüsusi diqqət var, qayğı var. İstər o müəyyən orqanlar tərəfindən olsun, istərsə də sadə vətəndaşlar arasında olsun. Amma bəzən olur, kiçik yaşlı uşaqlar bəzən onlarla düzgün ünsiyyət qurmağı bacarmırlar, xoşa gəlməz davranışlar. Amma düşünürəm ki, elə bu layihə vasitəsilə də biz müəyyən mənada o cür fikirdə olan insanların fikrini tamamilə dəyişə bilərik. Qeyd etmək istərdim ki, insanlar hansı ki gəldi, kim maraqlanırdı incəsənətlə, kim yarmırkada ipşi ilə bağlı müxtəlif əsərlər, yəni əl işləri ilə maraqlandırdı. Yəni, qaynama prosesi ümumiyyətlə göstərdi ki, bir də qaynama prosesi göstərdi ki, nə qədər böyük bir maraq var bu cür layihələrə. Və məhz İçəri şəhərdə onun təşkil olunması bizim üçün çox böyük önəm daşıydı. Çünki şəhərin mərkəzi olması ilə yanaşı, tarixi yeri ilə yanaşı, orada çox sayılı pişiklər yaşayır. Birisi onlara qulluq edir, İçəri şəhər tarix memarlıq qoruğu böyük mövzuyadır və ümumiyyətlə bütün bu layihə çox uğurlu keçdi və öz tərəfimdən istərdim İçəri şəhər tarix memarlıq qoruğuna minnətdarlığımı bildirim. 132-134 nömrəli məktəbə təşəkkürümü bildirim. Yəni və bütün bizi dəstək olan təşkilatlara və yaradıcı insanlara öz minnətdarlığımı bildirim. Dadaşlar, turistlər var idi? Turist çox idi. Necə qarşıladılar? Mən istədim o mövzuda danışım. Ümumiyyətlə, İçəri şəhərdə niyə məhz İçəri şəhərdə? Amma açıqlama verdiniz. Bir də İçəri şəhər elə bir unikal bir məkandır ki, bütün gözəlliklər yaraşır. Tamamilə razıyam. Sərgi olsun, podium olsun, defile olsun. Necə qarşıladı turistlər? Turistlər həmişəki kimi çubuqları ilə şəkillər çəkirlər. Həm qatılırlar, həm defilədən sonra çox sayılı maraqlı gözəl itlər, yəni it pişiklərlə şəkillər çəkirdilər. Çünki bizim blogerlarımız öz heyvanlarına icazə verirlər ki, onlarla həm oynasınlar, həm şəkil çəksinlər. Yəni çox belə gözəl bir abu-hava yaranmışdı orada. Elə bu ab-hava üçün də sizə təşəkkürümüzü bildirmək istəyirik Dadaş müəllim. Hər zaman fərqli, maraqlı layihələrlə gəlirsiniz proqramımıza və ardı davamı gəlsin deyirik. Minnətdarım, çox sağ olun. Mən çox sevinirəm ki, bu işdə yeniyetmələrimiz, gənclərimiz ön plandadılar. Təşəkkür edirəm sizə. Süraya bax, belə gözəl təşəbbüsü, belə bir adi bir ev tapşırığını böyük bir layihəyə çevirməsində ailə üzvləriniz, dostlarınız sizin yanınızda olub. Uğurlar, təbriklər. Çox sağ olun. İnşallah davamlı olsun. Xatırladaq ki, studiyamızın qonaqları Arts Council Azərbaycan Təşkilatının rəhbəri Dadaş Məmmədov idi. Küçələrdən hekayələr layihəsinin müəllifi Süraya Məmmədli, bloger Nüşabə Qəndil, rəssam Ülviyə Xeyrullazadə ilə bərabər Küçələrdən hekayələr sosial layihəsini müzakirə etdik. Bir daha təşəkkürümüzü bildiririk. Minnətdarıq. Dəstək olursunuz. Çox sağ olun.